Salam əziz şagirdlər, bugünkü dərsimiz 6-cı sinif Azərbaycan dili fənnindən mətn üzərində işdir. Biz bugün 3-cü bölmənin mətnlərindən biri olan Əlif Hacıyev mətnini keçəcəyik. Mətnin motivasiya mərhələsi ilə tanış olacaqsınız, mətnin təqdimatı və mətnin ideyası üzərində bəzi çalışmalarla iş aparacağıq. Mətnimizin İlk hissəsi, yəni giriş hissəsi bu sözlərlə başlayır. Qansız istiqlal, itkisiz qələbə, şəhidsiz torpaq olmur. Bu sözlər bizə bəyan edir ki, mətnimiz məhz torpaq uğrunda qanından, canından keçən igid bir qəhrəmanımız haqqındadır. Yəni Əlif Hacıyev haqqında. Mətnə keçid almazdan əvvəl sizə bir sualla müraciət etmək istərdim. Qarabağ uğrunda həlak olmuş hansı qəhrəmanlarınızı tanıyırsınız? Əminəm ki, hər biriniz həm birinci, həm də ikinci Qarabağ savaşında olmuş, iştirak etmiş qəhrəman igidlərimizi tanıyırsınız. Gəlin onlardan bir neçəsinin adını sadalayaq. Allahverdi Bağırov, Çingiz Mustafayev, Polad Həşimov, Cəbrayıl Dövlətzadə, Əlif Hacıyev, Mübariz İbrahimov, İlqar Mirzəyev və Xudayar Yusifzadə. Gəlin mətnimizə keçid alaq. Mətnimiz Əlif Hacıyevin həyatı haqqındadır, onun döyüş yolu və xalqımız uğrunda canını fəda etməsi haqqındadır. Mətndə qeyd olunur ki, 24 iyun 1953-cü ildə Əlif Hacıyev Xocalıda dünyaya gəlmişdir. O, hərbi xidmətini Minsk şəhərində keçmiş, daha sonra o, Daxili İşlər Nazirliyinin akademiyasını bitirib, 82-ci ildə Azərbaycana qayıdır və 84-cü ildə isə o, Dağlıq Qarabağ Muxtar Vilayətinin Daxili İşlər İdarəsində çalışmışdır. Mətndə bir çox vacib məlumatlar var. Bunlardan biri də mətndə qeyd olunur ki, həmin dövrdə Qarabağda ermənilər tərəfindən Azərbaycanlılar incidilirdi. Günahsız gənclərimizi onlar həbsə salırdılar, milli abidələrimizi dağıdırdılar. Bütün bunlar Əlifi narahat edirdi. Və Əlif ermənilərin bəd əməllərinin daima üstünü açmış, onların mənfur planlarına qarşı mübarizə aparmışdır. Və hətta o 1984-cü ildə Kusalar kəndi yaxınlığında 9 yaşlı İlham Əsgərovu xilas etmişdi. Yəni, ermənilər İlham Əsgərovu oğurlayıb Xan kəndində bir zirzəmidə gizlətmişdilər və Əlif 5 erməni canisinin bu hadisədə əlinin olduğunu aşkara çıxarmış və onların həbsinə nail olmuşdur. Buna görə də ermənilər ondan qisas almaq məqsədi ilə saxta sənədlər tərtib etdirmişdilər və Əlifi tutturmuşdular. Əlif 10 il azadlıqdan məhrum olundu. Yəni, o, bu azadlıqdan məhrum olunmasını uzaq Sibirdə, soyuq həbsxana divarları arasında keçirməli oldu. Lakin haqq öz yerini tapdı. Əlif 4 il həbs həyatı yatır, həbsdə olur və sonra isə o həbsdən azad olunur. Həbsdən çıxan Əlifin qarşısında yalnız bir məqsəd var idi. Ermənilərin bütün bəd əməllərini üzə çıxarıb ömrünün axırına qədər buna qarşı mübarizə aparmaq. O, dəfələrlə erməni quldur dəstələrinə qarşı mübarizədə iştirak etmişdir. Həmçinin onların bütün planlarını mətbuatda da çıxışlar edərək xalqa bəyan etmişdir. 1990-cı ildə Əlif Hacıyev yenidən daxili işlər orqanlarına bərpa olunur və o, Xocalı Təyyarə Limanının daxili işlər bölməsində rəis işləyir. Əlif həmin dövrdə göstərdiyi xidmətlərinə görə mayor rütbəsinə layiq görülür. Lakin cəmi 3 ay sonra, yəni o 91-də bu rütbəyə layiq görülmüşdü. 3 ay sonra isə məlum hadisə, yəni 92-ci ilin fevral ayıdır, fevralın 26-sında Azərbaycanlılara qarşı ermənilər tərəfindən soyqırım törədilir, Xocalı soyqırımı. Həmin vaxtı 366-cı Motatıcı alayının zirehli texnikası və heyəti Xocalıda günahsız insanları qətlə yetirir, görünməmiş, dünya tarixində görünməmiş vəhşiliklərə əl atırlar və onlar qocaları, qızları, körpələri hamısını məhv edirlər.
Lakin Əlif bu savaşda, bu vəhşiliyə qarşı o ən birinci özünün dispetçer məntəqəsini, yəni aeroportda məxfi sənədlər ələ keçməsin deyə həmin aeroportu partladır. Xocalıların oradan xilas olması üçün çalışır. Hətta onları belə deyək, xilas olunacaqları bir kəndə, hansı ki orada ermənilər yox idi, xilas edir və ora aparır. İstəsəydi qayıtmaya bilərdi, bu zaman özü xilas olardı. Lakin öz həyatı bahasına o yenidən geri qayıdır. O bilir ki, Xocalıların yeganə ümid yeri özüdür. Geri qayıdır və neçə qadını və uşağı ölüm pəncəsindən xilas edir. Və həmin xilas etmədə də o qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlir. Əlif Hacıyev Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Ölümündən sonra Azərbaycan milli qəhrəmanı adına layiq görülmüşdür. Xəzər dənizində adına gəmi var və Bakının Nizami rayonunda orta məktəb və küçə Əlif Hacıyevin adını daşıyır.